Paytaxtda qanunsuz tikililərə qarşı mübarizə tədbirləri bugün də davam etdirilir. Lakin bu dəfə qanunsuz tikililərdən deyil, sənədləri qaydasında olan ev sahibinin başına gələnlərdən danışacağıq. Ümumiyyətlə, çıxarışı olan evdə artırma aparılmasına icra hakimiyyəti hansı halda müdaxilə edə bilər? Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu'nun süjetində. Bu evi niyə görə sökürsünüz? Səbəb nədir? Daha sənədlərim var deyir. Bütün sənədlər... Bu şəxslər özlərini Binəqədi rayon icra hakimiyyətinin əməkdaşı kimi təqdim edirlər. Vətəndaşın evində apardığı tikinti işlərini dayandırmaq üçün əraziyə gəliblər. Ev sahibinin şikayəti əsasında biz də həmin ünvana yollanırıq, lakin çəkişi görən həmin şəxslər ərazidən uzaqlaşır. Gəlib müdaxilə edə bilir vətəndaşın. Paytaxt sakini Səfiyyət Cavadovsa deyir ki, evinin çıxarışı var. Dam örtüyünü yeniləmək üçün Binəqədi rayon Rəsulzadə qəsəbəsi ərazi nümayəndəliyinə müraciət edib və qurum tərəfindən ona müsbət cavab verilib. Ola demək istəyir ki, bu sənəd tam olaraq icazə vermir ki, mən dam örtüyümü neçə daş kubiklə qaldırım, dam örtüyümü dəyişməyə. Elə bir ki, bu sənəd onlar üçün yetərli deyil. Onlar üçün, Mənə saxlatdırdılar. Amma evim yağan yağışda pis gündədir. Evə dolur. İcazə olmasına baxmayaraq, Ruslan və Əbdül adlı şəxslər bu işləri görmək ona icazə verməyib. Son günə qədər tikilən evlər var. Amma mənə gələndə deyirlər ki, bura plana düşür, olmaz. Bilmirəm, məlum səbəblərdən. Amma buna baxmayaraq, mənim sənədim də var, icra hakimiyyətindən məktubum da var. Bu icra hakimiyyətinin qeyri-qanunu bilmirəm, bu əməkdaşlardır, nədir? İcazə vermirlər ki, mənim evim suyun içindədir. Dam örtümü dəyişməyə. Əraziyə Rəsulzadə qəsəbəsi üzrə ərazi nümayəndəliyinin müavini də gəldi. Ev sahibi ilə söhbət aparıldı və ona bildirildi ki, dam örtünün yenilənməsi ilə bağlı görülən işləri heç kəs mane ola bilməz. Dam örtündə də burada nə yazılıbdır? Əlavə tikinti işləri aparılmadan, düzdürmü? Yazılmıyor. Doğrudur, bu yaxınlaşdırıb kamerada seçilə bilər. Seçmişim onu. Əlavə tikinti işləri aparılmadan. Burada əlavə tikinti işləri getmir. Nə gedir orada? 2 dənə daş gedir. Mən yeri deyirəm. Səlcuq müəllim, 2 dənə daş gedir. Özü dedi ki, Şahin müəllim yanında da olanda, dedi ki, yaxınlaşdın mənə, mən də gəlib baxmışam. Sən nə deyib? Deyib ki, əlavə tikinti işləri aparılmadan. Yeni deyirəm, o 3 daş, 4 daş, 5 daş, 6 daş nəsə hündürlüyürsə... Mənim şəxsi evimdir, başqa dönüm. 12 metr hündürlüyə qədər mən icazəsi qaldırmağa ixtiyarım. O ki qaldı, dam örtüyü ilə yanaşı 2-ci mərtəbənin artırılmasına. Plana düşürdü. Yəqin ki, onunla bağlı mətbuatda da izləyibsiniz. Ona görə dedim ki, bu tikinti ilə bağlı sənədlərinizi götürün, portala vurun, 80.6-cı maddəyə əsasən tikinti qaydalarına görə. Sizə cavab gəlsin, 10 gün müddətinə cavab gəlinir. Ondan sonra işinizə davam elətdirə bilərsiniz. Və çıxarışı olduğu halda aidiyyəti quruma müraciət olunmadan tikinti aparmaq qanun pozuntusu sayılırmı? Əgər vətəndaşın fərdi yaşayış evi varsa, onun üzərindən 2-ci mərtəbəni inşa edərkən yenə aidiyyəti üzrə layihə çəkilir. Daha sonra bir pəncərə sistemi ilə aidiyyəti qurumlara göndərilir. Əgər vətəndaşın inşa edəcəyi fərdi yaşayış evi torpaq sahəsi və 1-ci mərtəbənin möhkəmliyi 2-ci mərtəbəni inşa etməyə icazə verərsə, bu zaman həmin mənzilin 2-ci mərtəbəsini inşa etmək olar. Binəqədi rayon icra hakimiyyətindən isə bildirildi ki, qurumda Ruslan və Əbdül adlı işçi yoxdur. O ki qaldı qeyd edilən ünvanda vətəndaşın dam örtüyünün yenilənməsinə qeyd edilən ünvanda vətəndaşın dam örtüyünün yenilənməsi ilə bağlı müraciətinə əsasən rəsmi şəkildə mövcud ölçülərdə əlavə tikinti aparılmadan vətəndaşa dam örtüyünün dəyişdirilməsinə etiraz bildirilməmişdir. Lakin dam örtüyünün dəyişdirilməsi zamanı aşkar edilmişdir ki, vətəndaş qanunsuz olaraq evinin 2-ci mərtəbəsində əlavə tikinti işləri aparır. Bu səbəbdən aidiyyəti qurumlarla birlikdə qanunsuz tikintinin qarşısı alınmışdır. Qeyd edək ki, təkcə Binəqədi rayon Rəsulzadə qəsəbəsində vaxtilə qanunsuz tikilmiş və hələ də çıxarışsız qalan minlərlə fərdi ev var. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.